Gəl çıx da gözümüzün köşü sağaldı. İnsan gözəldir. Necəsən gözəl insan. Sasın başımıza. Yəqin ki bu igidimizi tanıdınız. Bu qəhrəmanımızı tanıdınız. Azərbaycan qəhrəmanlarından biridir. Mənim bir şərəf borcumdur ki, gəlim çəkim işıqlandırım. Yəqin ki tanıdınız. Tanımayanları da qoy tanıdım. Bir vaxtlar bu oğlanın videosu bütün ölkədə yayılmışdı. Hamı statusuna qoyub fəxrlə Azərbaycanlıyam deyirdi. Bütün Rusiyada olan igidlərimiz də qoyurdu bunu. Erməninin gözünə soxurdu videonu ki, bax Azərbaycanlı igidi bu, bax budur. Silahlı erməninin qarşısında dikdi yanan, əsir düşən vaxtı yerişi ilə bütün dünyaya səs salan, qürur yerişi ilə. Bax həmin bax Teymur Hüseynovdur. Gəlib tapmışam, burada fəhləlik edir, daş atır. Bax həmin bu oğlandır. Yəqin ki tanıdınız. Yəni videonu da görsünüz, qoymuşam. Bax həmin oğlandır, həmin igiddir. Çoxsu yadından çıxardı. Mən borcumdur, gəlim çəkim belə igidləri, belə kişiləri ki, bax, bəziləri var ki, hərbidən qaçır, əskəridən qaçır. Amma bu oğlan 10-15 erməninin qarşısında əli bağlı dik yerişi, qürurla yerişi, onlar özlərini qorxuya salmışdı. Amma halbuki əli bağlı idi. Əli bağlı olan Azərbaycan igidindən qorxurdular. Bax budur, Teymur Hüseynov. Həqiqətən də belə kişilər heç vaxt yaddan çıxmamalıdır. Hamımız qürurla yad edin. Amma mən istəyərdim Teymuru gəldim, burada TikTok'da gördüm. Çox axtarışdan sonra TikTok'dan tapdım. Gördüm paylaşım evlər, daş atır. Amma çox xahiş edirəm Azərbaycanın igidlərindən ki, buna layiq, Teymura layiq olan işlə təmin eləsinlər. Çox xahiş edirəm. Bir Azərbaycanlı olaraq, bir igidlərin, nə bilim, bu igidlərin sayı hesabı yoxdur. Bir tapıb çıxardıram bizə. Yenə də axtarışdayım. Çox xahiş edirəm ki, Teymur üçün Teymura layiq işi. Bax, bu oğlana layiq, özünə layiq olan iş. Amma bu kişiyə, bu mərdə, bu qəhrəmana ki, ermənilərin qarşısında qürurla, dik yerişi ilə qorxmadı, ağlamadı, sızıldamadı. Yerişi gördünüz də yerişi. Yerişi dünyanı tərif etdi. Bax, həmin o oğlandır. Bax, bunu necə yaddan çıxarmaq olar, mən başa düşə bilmirəm. Mən çox xahiş edirəm. İnanıram ki, tez bir zamanda Teymura zəng gələcək ki, layiq olan işlə təmin olunacaq. Teymur, qürurlusan qardaşım. Əsirlikdə də kişi kimi dayandın, qürur hissi ilə, fəxrlə. Əyilmə, inşallah ki, mən inanıram ki, igidlərimiz sənə zəng edəcək, sənə layiq olan işlə təmin edəcək. Səni çox sevirik əzizim, doğrudan da. Harada işləyirsən, gediyor oranda çəkiş edir. Gedək.